9-cu fəsil. Yenidən evdə. Bir vaxtlar özünü yaxşı hiss etdiyin yerə qayıtmaq çətindir. Lakin məhz həmin yerdə sən yenidən özün olmağı öyrənirsən. Qardaşım, bilmək olar haralarda itib batmışdın. Eşidirsən? Bizə məzuniyyət verildi. İkimizi də eyni tarixə salmaq üçün nə qədər əziyyət çəkməli oldum. Qalib, növbəti gedişini düşünərək Asiflə şahmat oynayan anda Ramin səskü ilə istirahət otağına girdi. Ən azı bir oyunda qalib gəlmək Qalib üçün vəsvəsəyə çevrilmişdi. Asif, onların arasında ən gənc əskər olmağına baxmayaraq, hər kəsdən qat-qat ağıllı idi. O, gəzən ensiklopediyaya bənziyirdi. Bütün sualların cavabını bilirdi, 4 dildə danışırdı və həm yerli, həm də beynəlxalq miqyasda bir çox mükafatlar qazanmış yaxşı şahmatçı idi. Özünü kifayət qədər yaxşı şahmatçı hesab edən Qalib üçün Asif bir sürpriz oldu. İndi Qalib heç olmasa bir dəfə də olsun Asiflə bir-iki oyun keçirib qalib gəlməyə çalışmaq fürsətini əldən verməsə də, bu cəhd hələlik o qədər də uğurlu alınmamışdı. Amma Qalib ümidini kəsmirdi. O, Asiflə keçirdiyi bütün oyunlarını diqqətlə təhlil edir və səhvlərindən nəticə çıxarırdı. Məqsədinə nail olmaq üçün, heç olmasa bircə dəfə oyunda Asifə qalib gəlmək üçün, onun şahmat fiqurları ilə gedişlərini qabaqcadan görməyə və bir neçə gedişi əvvəlcədən planlaşdırmağa çalışırdı. Qalib başıqlarını şahmat taxtasından ayırıb, şübhə ilə dostuna baxdı. Sən zarafat edirsən? Heç də yox, xüsusən də burada Qrasmesterlə şahmat taxtası üzərində döyüşən də səninlə zarafat etməyi düşünməmişəm. Ramin sevinclə onu əmin etdi. Məzuniyyətə nə vaxt çıxırıq? Elə bu dəqiqə. Oyunda təslim ol və gedək. Xəbəri həzm edən Qalib təəccüblə Raminə baxdı. Şah və mat, Asif gülümsəyərək elan etdi. Buyur, yenə uduzdum. Eybi yox, bir gün sənə qalib gələcəm. Qalib oturduğu yerdən qalxaraq ona hədələdi. Səbirsizliklə gözləyirəm və artıq qorxudan titriyirəm. Asif qəhqəhə çəkərək güldü. Bacardığın qədər sevin. Qalib özünü qəzəbli kimi göstərərək əlini ona tərəf yelləyib Raminin arxasınca tələsdi. Oğlanlar Bakıya yaxınlaşanda Qalib daha çox narahat olurdu. Ramin bütün həftə üçün ümumi planlar quraraq dayanmadan danışırdı. Qalib səssizcə onunla razılaşdı. Yarım qulağı ilə onu dinləyib, öz planları haqda fikirləşdi. Hamını görüb nə qədər sevinəcəyini, Adilin məzarına gedərək hər şeyi ona danışacağını, bağışlanma diləyəcəyini və mütləq dənizkənar bulvara gedəcəyini, bəlkə də bəxti gətirərsə, səsi zəng səsinə xatırladan o qızla görüşəcəyini xəyalində canlandırdı. Oğlanlar Bakı avtovağzalına çatanda artıq hava qaralmışdı. Orada onların yolları ayrıldı. Hər biri vağzalın əks tərəfində yaşayırdı. Doyunca yatıb yuxunu alandan sonra mənə zəng elə, deyən Ramin özü və Qalib üçün taksi saxladı. Axşamdan tez heç gözləmə, alınası deyil, Qalib maşının kabinasından gülərək dedi. Taksidən düşən Qalib ətrafına baxdı. Hər şey o qədər tanış idi ki, bu çox mərtəbəli bina və onun qarşısında Adillə uzun saat bir yerdə əyləndiyimiz uşaq meydançası. Cəmi 7 aydı ki, buradan uzaqlaşmışdı. Amma sanki əbədiyyət burada olmamış, bu müddət ərzində onun bütün həyatı alt-üst olmuş və həyat sevinci yenidən geri dönmüşdü. Və o, artıq 6 ay əvvəl buradan gedən həmin adam deyil. Nə Ramin, nə də Qalib yaxınlarını xəbərdarlıq etmək fikrində deyildilər. Hər ikisi sürpriz etmək istəyirdilər. Ramin valideynlərini və kiçik qardaşını qucaqlamağı səbirsizliklə gözləyirdi. Amma ondan fərqli olaraq Qalibin hissləri qarışıq idi. O, əlbəttə ki, hamını görməyə şad olardı, amma bütün ailəni bir yerdə görməyəcəyini də başa düşürdü. Tanış qapının qarşısında bir dəqiqə dayanan Qalib, nəhayət cəsarətini toplayıb, qapının zəngini bastı. Qonaq otağında masa arxasında əyləşən Samirə və Zemfirə xanım yoxlama tapşırıqlarının növbəti paçkasını yoxlayırdılar. Vaqif bəy isə televizorda xəbərlərə baxırdı ki, qapının zəngi çalındı. Belə geç saatlarda bizə kim qonaq gələ bilər? Zemfirə xanım təəccüblə oturduğu yerdən qalxdı. Mən açaram, Vaqif bəy dedi və qapıya doğru yönəldi.
O, gözlükdən baxıb yerində bir saniyə donub qalıb, sonra cəld və iti hərəkətlərlə qapının qıfıllarını açmağa başladı və onu açdıqdan sonra astanada dayanan qəddi-qamətli, hündür, özü qədər uzun boylu əskəri güclü qolları ilə möhkəm qucaqladı. Ay Allah, Qalib, oğlum, bu sənsən? Necəsən? Hər şey yaxşıdır? Deyə Zemfirə xanım gözlərinə inanmayaraq, onu dərhal Vaqifin qucağından çəkib, öz bağrına basaraq öpməyə tələsdi. Eyni zamanda onu təpədən dırnağa qədər yoxladı. Ağlama Zeymana, yaxşıyam, Qalib cavabında onu qucaqlayaraq arxayın etdi. Ana, sakit ol, onu boğacaqsan və onu tənbih etməyə macal tapmayacağam. Gözlərində sevinc yaşları parıldayan Samirə Qalibi qucaqlamaq üçün növbəsini gözləyirdi. Əziz bacım, sənin danlağın üçün necə də darıxmışdım. Qalib bacısını mehribanlıqla qucaqlayaraq güldü. Belədir, heç narahat olma, bu müddət ərzində sənə olan borcumu bütünlüklə qaytaracağam. Samirə qarşılığında onu qucaqlayaraq söz verdi. Və sonra hər mövzu haqqında söhbətlərlə dolu yuxusuz bir gecə oldu. Bu bir növ çəmbərin qapanmasına bənzəyirdi. Bu onlara söz demək, ürəklərini açmaq və ruhlarındakı boşluğu doldurmaq üçün bütün fürsətləri verən səmimi etiraf və kədər gecəsi idi. Bu xatirə və bütün baş verənləri müdrikliklə qabullanmaq gecəsi idi. Onların hər biri qaçılmaz gerçəyi qəbul edib rahatlıq tapmağı bacardı. Yəqin ki, Adil gedəndən sonra ilk dəfə idi ki, onun haqqında daha sakit, göz yaşları olmadan danışa bildilər. Onun və Qalibin hoqqalarında birlikdə gülə bildilər. Nəhayət ki, Zeyma ana özünə xas fəndgirliyi ilə hamını yatmağa göndərəndə artıq hava işıqlanmağa başlamışdı. Və yəqin ki, bu Adilin ölümündən sonra nəhayət ki, rahat bir yuxuya dalacaqları, narahatçılıq və peşmançılıq hissi keçirmədən ruhlarına dinc gətirən bir yuxuda özlərini unuda biləcəkləri ilk gecə idi. Qalib gözünü açanda artıq günorta 3 idi. Bir dəqiqə içində o köhnə çarpayısına nə vaxt və necə qayıtdığını çaşqınlıqla anlamağa çalışırdı. Sonra dünənki gecəni xatırladı. O kədərlə gülümsədi. Hər şeyə rəğmən yenidən evində, sevdiyi və onu sevən insanların əhatəsində olduğuna sevinirdi. O burnunu çəkdi və anladı ki, çox sevdiyi təzə bişmiş kökələrinin ləzzətli ətri onu oyandırıb və bu qoxuya da mətbəxdən gələn bir çox başqa ləzzətli qoxular qarışıb. Qalib burnunu çəkdi və Zeyma ananın nə bişirdiyini müəyyən etməyə çalışırdı. Onun mədəsi yüksək səslə güruldadı və o başa düşdü ki, bu günə böyük bir boşqab yeməklə və ya daha yaxşısı bir ləyən yeməklə başlamağın vaxtıdır. Otağının qapısı azıcıq açıldı və qapının arasından otağa nəzər salan Vaqif bəyi gördü. Nəhayət ki, oyandın. Anan hər cür ləzzətli yeməklər, qəlyanlar, bişmələr hazırlayıb. Amma Qalib ayağa qalxmadan heç kimin onlara toxunmasına belə icazə verməz. Ona görə də biz aclıqdan ölməmiş, tez qalx, deyə gülərək xahiş etdi. Vaqif bəy aclıqdan ölənə bənzəməsə də, Qalib mədəsini aclıqla sınamağa qərarına vermədi. O əskər kimi cəld çarpaydan sıçrayıb, dolabında səliqə ilə yuyulub qatlanmış və bütün bu müddət ərzində onu gözləyən paltarlarını geyinib mətbəxə keçdi. Zeyma ananın necə sobanın ətrafında qaynaşdığını, Samirənin salat kəsdiyini, çəngəllə silahlanmış Vaqif bəyin isə artıq masa arxasında oturaraq onun gəlişini gözlədiyini görən Qalib, xoşbəxtliyin nə olduğunu anladı. Zeyma anaya yaxınmışıb, arxadan qucaqlayaraq yanağından öpdü. Mən sizdən ötürü necə də darıxmışdım, deyə pıçıldadı. Otur və nə qədər ki istidir, yeməyini ye, deyən ana, onun üçün böyük bir boşqabın üzərinə bir dağ yemək qoydu. Qalib Samirənin qısa hörüklərindən dartıb gülümsəyərək masaya əyləşdi. Bəzi insanlar zahirən yetişib böyüsələr də, vərdişləri əskərlikdən sonra da dəyişmir, qeyləyləndi qız. Bəzi insanların vərdişləri 30 illik ailə həyatından sonra da dəyişmir, deyə Zeyma ana ərinin yanında masanın üstündəki siqaret qutusuna baxaraq cavab verdi.
Onlar səhər yeməyini keçmiş gözəl günlərdə olduğu kimi zarafatla yedilər və bir-birlərinə sataşdılar. Hər şeyə rəğmən həyatın davam etdiyini və yeni imkanlar açdığını, gözlənilmədik sevinclər gətirdiyini, hər yeni günün isə irəliləməyə, kömək etməyə və motivasiya etməyə nəsə verdiyini anladılar. Gecikmiş səhər yeməyindən sonra Vaqif bəy avtoservislərindəki işinə getməyə hazırlaşırdı. İstədiyin zaman mənimlə gedə bilərsən. Uşaqlar sənin üçün darıxıblar və səni görməyə şad olacaqlar. Qalibə təklif etdi. Bu gün hələ ki görüləsi bir işim var, amma sabah mütləq səninlə gedəcəyəm. Mən də hər kəsi görməyə şad olaram. Oğlan cavab verdi. Vaqif bəyi yola salandan sonra Qalibin nəzərləri Adilin otağının bağlı qapısına sataşdı. Ayaqları onu qapıya qədər aparırdı. Qapını açmağa cəsarət etmədən qapının qarşısında donub qaldı. Samirənin ona necə sakitcə yaxınlaşdığını eşitmədi və dedi. Hər şey onun qoyub getdiyi kimi orada da qalır. Anamız sənsiz heç nəyə toxunmaq istəmirdi. O, sənin çaşqınlıq içində olduğunu, ancaq bu acının öhdəsindən gələ bilmədiyini başa düşürdü. O, Qalib gəlib kömək edəcək deyirdi. Hər ikiniz evdən çıxandan sonra onun üçün vaxt dayandı. Sən onun içindəki sönmüş işığı geri qaytardın. Ümid edirəm ki, indi sabaha doğru addımlamaqda davam edə bilərik. Biz bunu etməyə borcluyuq. Qalib pışıldadı. Məni bağışla, mən qaçmamalıydım. Sizi tərk etməklə özümü cəzalandırırdım. Unut, hər şey geridə qaldı. İndi biz gələcəyə fokuslanmalıyıq və sadəcə söz verməliyik ki, özünü pis hiss etdiyin zaman bir daha bizdən uzaqlaşmayacaqsan. Söz ver. İstər kədərli, istərsə də sevinç dolu günlərdə biz bir ailəyik. Biz bir-birimizin arxası dayağıyıq. Səninlə mənim eyni qandan olmamağımız belə bunu dəyişə bilməz. Söz verirəm. Qalib sakitcə dedi. Və Samirənin Adilin gözlərini xatırladığı iri qara gözlərinə baxdı. İndi get və bunu elə. İstəyirsənsə çağır, kömək edərəm. Qız Adilin otağının qapısını açdı. Qalib otağa keçdi. Bu otaqda hər şey Adili xatırladırdı. Qalib vərdiş etdiyi jestlə qolundakı saata toxundu. Həmişə Adili xatırlayanda belə edirdi. Dərhal da emosiyalara qapıldı. Lakin artıq acı duyuqlara yer yox idi. Barmaqlarını masanın üstünə yığılmış dərsliklərin üzərində gəzdirdi. İmtahanlara, judo yarışlarında qazandıqları medallara görə birlikdə necə hazırlaşdıqlarını xatırladı. O, gülə-gülə onsuz da narazı olan məşqçini həmişə əsəbləşdirən məşq zamanı bir-birləri ilə heç vaxt döyüşməməklə öz aralarında bərqərar etdikləri qızıl qaydanı xatırladı. İmpulsiv Qalibdən fərqli olaraq, bu idman növündə Adilin heç vaxt böyük gələcəyi var idi. Lakin onlar Adili heç vaxt buna inandıra bilmədilər. Məşqçinin onu inandırmaq üçün növbəti cəhdindən sonra dedi. Mən həyatda hər zaman kimisə döyməkdən daha böyük zirvələrə çatmaq arzusundayam. Telefonun zəngi çaldı və onun fikri dağıldı. Necəsən? Kifayət qədər yuxunu ala bildinmi? Telefonda Raminin şən səsi eşidildi. Belə də, səndən fərqli olaraq az yatdım. Qalib cavab verdi. Ciddi deyirəm, hər şey qaydasındadır. Raminin səsində narahatçılıq hiss olundu. Bəli, hər şey yaxşıdır. Qayıtdığım üçün sevindim. Qalib onu arxayın etdi. Yaxşı, belədirsə sabah axşam dördümüz kinoya gedəcəyik. Dördümüz? Düz eşitdim. Qalib təəccüblə soruşdu. Sən, mən, Günay və onun əkiz bacısı Sona. Sona yaxşı qızdı. Bəlkə bəyənərsən, qoşa toy edərik. Ramin arsızcasına dilləndi. Sən nə vaxtdan elçi düşən olubsan? Qalib hissləndi. Bağışla dostum, amma indi buna vaxtım yoxdur. Mənə bircə demə ki, həqiqətən də bulvardakı qızı tapmağa ümid edirsən. Bəlkə də ümid edirəm, deyə Qalib cavab verdi. Yaxşı, qurtar. Ciddi ola bilməzsən. Sən onu həqiqətən görməmsən. Bəs o çirkindirsə və dözülməz xasiyyəti varsa, onda necə? Mən demirəm ki, onu tapmaq mümkün deyil. Sadəcə səslə axtaracaqsan? Deyəsən, uşaq vaxtı nağıl həvəskarı olubsan.
orada necə deyirlər? Get ora, bilmirəm hara, onu gətir, bilmirəm nəyi. Ramin stat gətirdi. Gəl bu gülünc söhbətə son qoyaq. Qalib qəzəbləndi. Yaxşı, yaxşı, özündən çıxma, rahat ol. Bu sadəcə kinoya səyahətdir. Mən səni heç nəyə məcbur etmirəm. Sabah zəng edəcəyəm. Ramin kəht sözünü dedi və telefonu asdı. Qalib köksünü ötürdü, telefona baxdı və başını buladı. Bəzən Ramin həddindən artıq bezdirici ola bilirdi. Qalib başını qaldırdı və Zema ananın çarpayıda onun yanında oturduğunu, kədərli baxışla otağa göz gəzdirdiyini və yanındakı çarpayının örtüyünə əli ilə tumarladığını gördü. Ramin idi, soruşdu və Qalib başını tərpədəndən sonra əlavə etdi. O, yaxşı oğlana bənzəyir. Elədir, donquldaması olmasa, deyə Qalib güldü. Bununla nə edəcəyimi bilmirəm, deyə Zənfirə xanım pışıldadı və otaqdakı əşyalara baxdı. Onu atmağa və ya kiməsə verməyə əlim gəlmir. Ona hələ vaxtı deyil, deyə oğlan sakitcə cavab verdi.